Uşaqlar, bugün Mübariz İbrahimovun doğum günüdür. O 1988-ci ildə Beyazsuvarların Ələbat kəndində anadan olub. Orta məktəbi Ələbat kənd tam orta məktəbində oxuyub. 2009-cu ildə əskər gedib və əskər xidmətini başa vurduqdan sonra daxili qoşunda olub. Daxili qoşunda xidmət etdiyi müddətdə təqlənib. Sonra xidməti başa vurduqdan sonra gələcək sonra mülki işlərdə işləyib. Mülki işlərdə işlədikdən sonra onun olan vətənə sevgisi yenidən onu hərbiyə aparır. Və o ehtiyat hərbi hissələrin birində gizir kimi işləyirmiş. Və işlədiyi müddətdə o məktub yazaraq hərbi hissə komandirindən onun cəbhə bölgəsinə getməsini istəyir və onu cəbhə bölgəsinə yola salırlar və orada xidmətini davam etdirir. Düşmən üzərinə hücum edərək düşməni 4 əskərini məhv edib. Müəyyən mənbələrdən məlum olub ki, 45-ə yaxın düşməni öldürüb və qəhrəmancasına şəhid olub. Düşmən onun nəşin bir neçə müddət saxladı və qollarına da qandal vurmuşdu. Danışıqlar əsasında, Cənab Ali Baş Komandanın danışıqlar əsasında onun nəşi alınaraq dəfn olundu, adım verildi. Uşaqlar, Mübariz İbrahimov 18 iyul 19-dan keçən gecə qəhrəmancasına şəhid oldu. Yəni, qısa bir videonu izləyib, Mübariz İbrahimov haqqında qısa bir